Sual 1. 18 bölünsün 4-cü dərəcədən kök altında 6 kəsirini, məxrəcini rasionallıqdan azad edin. Biz demişdik ki, kəsirin məxrəcini rasionallıqdan azad etmək üçün onun sürətini və məxrəcini vurmalıyıq məxrəcin qoşmasına. Və məxrəc irrasionaldır, onu qoşmasına vuranda rasionala çevrilməlidir. İndi 18 bölünsün 4-cü dərəcədən kök altında 6-nı sürət və məxrəcini biz elə bir ədədə vurmalıyıq ki, bu məxrəcdəki ədəd irrasional ədəd, rasional ədədə çevrilsin. İndi kökün dərəcəsi 4-dür. Gərək 6-nın da üstü 4 olsun ki, 4-lər ixtisara geçsin, kökdən çıxsın da. Ona görə mən sürət və məxrəci 4-cü dərəcədən kök altına 6-nın kubuna vuracam. 4-cü dərəcədən kök altına 6 vurulsun 4-cü dərəcədən 6-nın kubu. Bunu biz köklər dərsində demişdik. 18 4-cü dərəcədən kök altına 6-nın kubu. Məxrəclə köklərin dərəcəsi eyni olduğuna görə bir kökün altına salsam 4-cü dərəcədən 6 vurulsun 6-nın kubu yaza bilərəm. Və bunu yazandan sonra 4-cü dərəcədən 6-nın üstü bir daha vuranda üstlər toplanır 6 üstü 4 olur. O da olur 18 4-cü dərəcədən 216. 6-nın kubudur 216. 4-lər gedir 6 çıxır. 6 ilə də 18 ixtisara gedəcək. Qalacaq 3 4-cü dərəcədən kök altında 216. O da olacaq doğru cavab C. Birinci sualımız belə. Nəsə qaranlıq bir şey qaldısa soruşa bilərsiniz uşaqlar. Xeyr var. Sonra ikinci sual. Yusuf. Yusuf sən qoşuldun. Hə, müəllim. Hə, yaxşı. Hə, ikinci suala baxaq. Bərabər tərəfli üçbucağın perimetri 12 kök altında 6 cm olarsa, bu üçbucağın sahəsini tap. Şöyle bərabər tərəfli üçbucağın bütün tərəfləri bir-birinə bərabər olduğuna görə perimetri 12 kök altında 6-dırsa, mən 12 kök altında 6-nı böləcəm 3-ə və 3 ilə 12 ixtisara gedəcək. Üçbucağın hər bir tərəfi 4 kök altında 3 olmuş olacaq. Və biz dünənki dərsdə fiqurların sahəsi dərsində üçbucağın sahəsini öyrəndikdə bərabər tərəfli üçbucağın sahə düsturu necə idi? Kök altında 3 vurulsun a kvadratı bölünsün 4. Bu da bərabərdir. A-dakı üçbucağın tərəfidir də. Tərəf də 4 kök altında 3-dür. Yazacağım bura. Kök altında 3 vurulsun 4 kök altında 3-ün mötərizə kvadratı bölünsün 4. Yəni A-nın qiymətini qoydum yerinə. Kök altında 3 vurulsun 4 kök altında 3-ün kvadratı eləyir 4-ün kvadratı 16 kök altında 3-ün kvadratı 3. Hasili qüvvətə yüksəldində hər bir vuruğu yüksəldi. Bölünsün 4. 16 ilə 4 ixtisara gedir 4 qalır 4 3-ə vurur 12 kök altında 3 olur sahəsi. Doğru cavab olur B bəndi. Bu sonra 3-cü suala baxaq. Əgər uşaqlar ikinci suala qayıdıram bir də mən bir daha təkrar qayıdım ikinci suala. Tutaq ki, bərabər tərəfli üçbucağın sahə düsturunu bilmirsinizsə, kök altında 3 vurulsun a kvadratı bölünsün 4 düsturu yaddan çıxıbsa, biz bunu nə ilə həll edə bilərik? Məsələn, 3 tərəfi də verilib hansı düsturla? Heron düsturu ilə həll edə bilərik. Yarım perimetr taparam, sonra həll edərəm. Və yaxud da Heron düsturu da yaddan çıxıbsa, hündürlük çəkərəm. Və bərabər tərəfli üçbucaqda hündürlük həm tən bölən, həm median olur və çəkildiyi tərəfi yarı böləcək. Yəni 4 kök 3 olanda 2 kök altında 3, 2 kök altında 3 olacaq. Sonra Pifagor teoremi ilə hipotenuzun kvadratına bu katetin kvadratını çıxaram. 48 çıxılsın 12, 36, kök çıxır 6, hündürlük 6 olar. Və üçbucağın sahəsi onun tərəfi ilə hündürlüyü hasının yarısına bərabərdir. 6 vurulsun 4 kök altında 3 bölünsün 2 yazıb 24 kök altında 3 bölünsün 2 o da 12 kök altında 3 bu şəkildə də tapa bilərik. Yəni 3 dənə yolla biz bunun sahəsini tapa bilirik. Hətta 4-cü bir yolda var. Bucaq 60 dərəcədir də bərabər tərəflidir. Keçmişdik dünənlərim. 2də 1 A, B, sinus, alfa.
V bərabər 2-də 1 vurulsun. A da 4 kök altda 3'dür. B də 4 kök altda 3'dür. Bütün tərəflər eynidir. Vurulsun sinus 60 dərəcə. Kök altda 3 bölünsün 2. Məxrəclər bir-birinə vurulanda 2 vur 2 4 edir. O 4 ilə bu 4'ün biri ixtisara gedər. Kök altda 3'ü kök altda 3 vuranda 3 eləyər. 3'ü 4'ə vuranda 12 eləyər. Bu da yenə də 12 kök altda 3 qalar. Görürsünüz, bərabər tərəfli üçbucağın sahəsini müxtəlif üsullarla tapmaq mümkündür. Və hamısında eyni nəticəni əldə eləmiş oluruq. Doğru hesablama aparsaq, eyni cavabı almalıyıq. Sonra 3-cü suala baxaq. Bərabərsizliyi həll edin. Təzə keçdiyimiz dərslərdən biridir. Burada bərabərsizliyin sağında da, bir də məxrəcdə də ədədlər var. Yəni məhsul olmadığına görə biz onların işarəsini təyin eləyib hər tərəfi onlara vurub və ya bölə bilərik. Yəni müsbət olsa işarəni dəyişmədən vurarıq, mənfi olsa işarəni dəyişib vura bilərik. Kiçikdir 6 üstə qəl 2 kök altında 6. Kəsirin məxrəcinə baxın, 6 çıxılsın 3'dür. Burada mən kök altına 6'nı olduğu kimi yazıram. 3'ü kök altı 9 yazsam, kök altının 6'dan kök altı 9 çıxsam 0'dan kiçik eləyər. Yəni məxrəc mənfidir. İndi mən bərabərsizliyin hər iki tərəfini kök altında 6 çıxılsın 3'ə vuracam. Və vuranda işarəni dəyişəcəm. Çünki məxrəc mənfidir. Hər tərəfi mənfiyə vuranda işarə dəyişir. Necə olacaq? Kök altında 6 çıxılsın 3'ə vuracam hər tərəfə. Bərabərdir. Bu şəkildə yazacağım. Sonra birincidə bərabər niyə yazdım ki mən ora? Böyükdür, kiçikdir idi, oldu böyükdür. İşarə dəyişdi. Kiçikdir oldu böyükdür. Çünki mənfiyə vurdum da. Burada indi kök altına 6 çıxılsın 3'lər ixtisar getdi. Sol tərəfdə qaldı 3x çıxılsın 2 böyükdür. Bunu kök altına 6 çıxı 3 yazıram. O biri möhtərəzdən 2'ni orta oruq çıxardacağım. Onda qalacaq 3 üstə gəl kök altında 6 vurulsun 2. 2'ni çıxartdım möhtərəzə xaricinə. Sonra 3x çıx 2'ni olduğu kimi yazıram böyükdür. Bir dənə fikir versəz altından xətt çəkirəm. Bu ifadələr kök altına 6 çıxılsın 3. O birində kök altına 6 üstə gəl 3 yaza bilərəm də. Toplamanın yerini dəyişəndə zən dəyişmir. Müxtəsər vurma üsuluna görə kvadratlar fərqinin açılışıdır. Yəni kök altında 6'nın kvadratı çıxılsın 3'ün kvadratı. Bunları da möhtərəziyə alıram, vururam 2'yə. Çünki burada vurulsun 2 var. Davam eləsək 3x çıxılsın 2 böyükdür. Kök altına 6'nın kvadratı 6 eləyir. 3'ün kvadratı 9 eləyir. 6'dan 9 çıxanda mənfi 3 qalır. Mənfi 3'ü də 2'yə vuranda mənfi 6 eləyir. Sonra 3x böyükdür. Mənfi 6 üstə gəl 2. 2'ni keçirdim sağa. İşarəsini dəyişdim. 3x böyükdür. Mənfi 4. Və hər tərəfi 3'ə bölürəm. Müsbətə böldüyümə görə işarə dəyişmir. X böyükdür. Mənfi 4 bölünsün 3. X böyükdür. Mənfi 1 tam 3'də 1. Yəni mənfi 1 tam 3'də 1'dən böyük olmalıdır. Mənfi 1 tam 3'də 1'dən müsbət sonsuzluğa. Doğru cavab olur A bəndi. Mənfi 1 tam 3'də 1'dən böyük ədədlər mənfi 1 tam 3'də 1'dən müsbət sonsuzluğa qədər davam edir. Üçüncü sual belə. Sonra keçirik 4-cü sual. İfadənin qiymətini tapmaq tələb olunur. Hər iki ifadənin məxrəci irrasionaldır. Demək biz bunu həll eləmək üçün ya ortağı məxrəcə gətirib həll eləməliyik, ya da ki birinci hər bir kəsiri məxrəci irrasionaldan azad eləyək, sonra ortağı məxrəcə gətirək. Məncə o daha rahat olar. Birincinin sürət və məxrəci kök altda 5 çıxılsın 1'ə vurulacaq. Çünki A çıx B'nin qoşması A üstə gəl B idi. A üstə gəl B'nin də qoşması A çıx B idi. İndi kök altda 5 üstə gəl 1'in qoşması kök altda 5 çıxılsın 1'dir. Ona görə sürət və məxrəci vurdum kök altda 5 çıx 1'ə. İkinci kəsirimizin məxrəci kök altına 5'dir. Və biz demişdik ki kök altına A'nın qoşması kök altına A'dır. Çünki o kök altına A'nı kök altında A'ya vuranda A eləyir. Yəni rasionala çevrilir. Qoşma nədir? O ədədi qoşmasına vuranda rasionala çevirməlidir. Bu şəkildə yazdıq, bərabərdir. Birinci kəsirimizin məxrəci olacaq
Kök altda 5-in kvadratı çıxılsın 1-in kvadratı. O da eləcək 5 çıx 1, 4. Məxrəc 4 olacaq. Surəti də vurub açıram. 8 kök altında 5 çıxılsın 8. Formanın paylama xassəsinə görə 8-i hər ikisinə vurdum. Çıxılsın. İkinci kəsirimizin məxrəci 5 eləyəcək. Surəti 4 kök altında 5. Məxrəclər müxtəlifdir. 4 ilə 5 ortaq məxrəc 20-dir. Birincinin surət və məxrəcin vuracam 5-ə. 4 dəfə 5-in 20. Surət olacaq 5-ə vursam hər ikisinə vururam. 40 kök altında 5 çıxılsın 40. Çıxılsın o birini 4-ə vursam məxrəc 20 eləyəcək. Surət olacaq 16 kök altında 5 bərabərdir. Məxrəclər eyni olduğuna görə məxrəc olduğu kimi qalır. Surətlər çıxılır. 40 kök altında 5 çıxılsın 40. Çıxılsın 16 kök altında 5. Və 40 kök altında 5 ilə 16 kök altında 5 oxşar həddə olduğuna görə oxşar köklər. Onları islah edirəm. 40-dan 16 çıxanda qalır 24 kök altında 5 çıxılsın 40. Bu da bərabərdir. 24-dür, 40-dır, 20-dir. Hamısı 4-ə ixtisar gedir. Eləyirəm. 6 kök altında 5 çıxılsın 10 bölünsün 5. Bu şəkildə cavab əldə elədik. O da C bəndi verir. Sonra 5-ci tapşırığa baxaq. ABCD düzbucaqlı trapeziyasında BC 4-dür, AB 8-dir və C bucağı bərabərdir 3 vurulsun D bucağı olarsa AD oturacağını tapın. Yəni oturacaq X-dir. Buranı tapmalı. C bərabərdir 3 deyir. Mən əgər D-yə X desəm, onda C olacaq 3X. Yəni C bucağı 3X, D bucağı X. Elə şəkil üzərində izah edirəm. Və biz demişdik ki, trapeziyanın yan tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. Yəni 3X üstə gəl X bərabərdir 180 dərəcə. 4X bərabərdir 180 dərəcə. X bərabərdir 45 dərəcə. Onda D bucağı oldu 45 dərəcə. Buranın da heç ehtiyac yoxdur. 135 olursa C təpəsindən bir hündürlük çəkirəm. CH hündürlüyü. Onda CH olur 8. Çünki düzbucağının qarşı tərəfləri bərabər. BC 4 isə AH da 4 olur. Və burada CH hündürlükdür. İti bucağın biri düzbucaqlı üç bucağı. Bir bucağı 45'dir. Onda yuxarı da 45 olmuş olacaq. İti bucağı 45-45 olana biz bərabər yanlı düzbucaqlı üçbucaq demişik. Və bərabər yanlı düzbucaqlı üçbucağın katetləri bərabər olur. Onda HD də 8 olmuş olacaq. AD oturacağı 4 üstə gəl 8 eləyəcək bütövlükdə 12 cm. Doğru cavab D. Aydın oldu da yəqin ki. Kim nəyə başa düşməsə uşaqlar soruşun. Bəli. Bu neçənci sual idi? 5. Sonra keçdik 6-ya. Çoxluqlarla bağlı bir sualdır. Çoxluqlarla bağlı sual olanda biz Venn diaqramı çəkirik. Daha çox Venn diaqramında həll olunur. Çəkək. A və B çoxluqları üçün A ilə B-nin birləşməsi N A ilə B-nin birləşməsi bərabər 48. Yəni N A birləşir B bərabər 48 nə idi? Çoxluğun elementlərinin sayı. Yəni N sayı göstərir. Yəni A çoxluğu ilə B çoxluğunun birləşməsinin 48 dənə elementi var. Bunu yadda saxlayaq. Demək, burada bir verib ki, A ilə B-nin fərqi, üstə gəl B ilə A-nın fərqi bərabərdir 3 vurulsun A ilə B-nin kəsişməsi. Şöyle çoxluqların birləşməsini yazsam, bu qırmızı ştrixlədiyim hissə üstə gəl göy ştrixlədiyim hissə bir də olsun qara. Ortada qara ştrixləyirəm. Belə biraz onu rəngləyə də bilərəm əslində. Yaşıl yer, qara yer, bir də qırmızı. Bu şəkildə qırmızı, qara,
Bir də yaşıl. Yaxşı, gəlin indi bu rənglədiyim hissələrə görə bir araşdırma aparaq. Uşaqlar, yaşıl hissə, yaşıl rənglənən yer bizə nəyi verir? A ilə B-nin fərqini, yəni A-da olub B-də olmayan. Qırmızı hissə nə verir bizə? B ilə A-nın fərqini, B-də olub A-da olmayan. Qara hissə isə bizə A ilə B-nin kəsişməsini verir. İndi mən bu elementlərin sayını yazsam bura. Yəni A ilə B-nin fərqinin elementlərinin sayı yaşıl hissədə olanlardır. B ilə A-nın fərqinin sayı qırmızı hissədə olanlardır. A ilə B-nin kəsişməsinin sayı qara hissədə olanlardır. İndi sizə sual verirəm. Mən əgər bunları toplasam, bax, bu ifadələrin üçünü də toplasam, bu bizə nəyi verər? Hə, uşaqlar. Bu bizə nəyi verər? Bax, yaşıl hissədə olanların sayı. Üstə gələk qırmızı hissədə olanların sayı, üstə gələk qara hissədə olanların sayı. Bu cəm bizə nəyi verər? Birləşməsi. Ayso, ümumi birləşmədə olanların sayını verər də. Birləşmədə olanda hamısını toplamırdıq. Bu bizə nəyi verər? N A ilə B-nin birləşməsinin sayını verər. İndi qaydırıq misala. Baxın. Misala qayıtsaq, birləşməsi neçədir? 48. Birləşməsinin sayı 48-dir. Bunun əvəzinə 48 yazacağım, bərabərdir. Bir də fikir verin, A ilə B-nin fərqi, üstə gəl B ilə A-nın fərqi verib 3 dənə A ilə B-nin kəsişməsi. Bizdən də kəsişməni soruşduq. Demək, bax, burada A ilə B-nin fərqi, üstə gəl B ilə A-nın fərqi əvəzinə mən nə yazacağam? 3 N A ilə B-nin kəsişməsi yaza bilərəm. Üstə gəl bir dənə də N A ilə B-nin kəsişməsi. Bu elementlərin cəmsi də sayı 48. Oldu 3 dənə, bu da 1 dənə, 4 dənə N A ilə B-nin kəsişməsi bərabərdir 48. N A ilə B-nin kəsişməsi bərabərdir 12. Yəni A ilə B-nin kəsişməsində 12 element var. Bu şəkildə biz bunu tapa bilərik. Yəni bu bir düsturdur. Bu çoxluqlar dərsində biz bu düsturu keçmişdik və hardan yarandığını da gördük. Sonra keçirik sual 7-yə. 7-ci sual. 2x 32y ədədini 4-ə böldükdə qalıqda 3 alınır. Bu ədəd 9-a tam bölünürsə, x-in ən kiçik qiymətini tap. 2x 32y üstü xət. Deyir 4-ə bölsək, qalıq 3 qalar. 4-ə bölünmə əlaməti belə idi ki, ədədin sonuncu 2 rəqəminin əmələ gətirdiyi ədəd 4-ə bölünürsə, həmin ədədin özü də 4-ə bölünür. Məsələn, 6.348.212 ədədi 4-ə qalıqsız bölünür. Niyə? Çünki son 2 rəqəmi 12-ni əmələ gətirir. 12 4-ə bölünür, deməli bu ədəd də 4-ə bölünür. Bir ədəd 4-ə bölünəndə qalıq 3 qalırsa, biz 4-ə bölünən ədədin üstünə 3 gəlməliyik ki, qalıq 3 qalsın. İndi bunun sonuncu rəqəmin bilmirik y-də, amma ondan əvvəlkin bilirik ki, 2-dir. İndi bunun sonu 2y ifadəsi 4-ə bölünsə, ədəd 4-ə bölünər. 4-ə bölünməsə, verilən ədəd özü də 4-ə bölünməz. Və son 2 rəqəmdən düzələn ədəd 4-ə böləndə qalığı nə versə, ədədin özünü də 4-ə böləndə həmən qalığı verir. Bunları biz bilirik. İndi 2-dirsə, y-in yerinə biz yaza bilərik 3. 23 olsa, qalığı 3 qalar da. Sonra neçə yaza bilərik? 7. 27 olsa, yenə də qalıq 3 olar. Başqa yoxdur da. Çünki
29 yazsaq qalır 1 qalır. Deməli y-in yerinə ya 3 yazacaq, ya da 7. Sonra yazıb ki, bu ədəd 9-a tam bölünürsə, x-in ən kiçik qiymətini tapın. 9-a bölünməsi üçün rəqəmləri cəmi 9-a bölünməlidir. Tutaq ki, bunun axırı 3-dür. 3 olsa, onda rəqəmləri cəmi neçə eləyir? Eləyir 2, üstə gələk 3, üstə gələk 2, üstə gəl 3. Bu da eləyir 6, bu da 4. 10. Rəqəmləri cəmi 10 eləyir. Onda mən x-in yerinə gələk 8 yazam ki, rəqəmləri cəmi 18 eləsin, 9-a bölünsün. Başqa bir şey yaza bilmirəm. Demək, y 3 olanda x 8 olmalıdır. İndi y-in yerinə 7 yazsam, onda rəqəmlər cəm olacaq 2, üstə gəl 3, üstə gəl 2, üstə gəl 7 bərabərdir. Deməli, 10, 14 olmuş olacaq. Onda mən x-in yerinə 8 yazsam, rəqəmlər cəmi 18 eləyəcək və 9-a bölünəcək. 8 yox, üzr istəyirəm. 8 nə oldu ki? 4 yazsam x-in yerinə. 4 yazsam, rəqəmlər cəmi 18 eləyər və ədəd 9-a bölünər. Və bizdən x-in ən kiçik qiymətini soruşduğuna görə doğru cavab 4 götürəcək. X-in ən böyük qiymətini soruşsaydı, mən cavabı 8 götürəcəkdim. Sonra keçdik 8-ci sual. 8-ci sualda biraz məntiqi düşünsək daha tez tapa bilərik. 2x üstə gəl 3y bərabərdir mənfi 2. 3x üstə gəl 2y bərabərdir mənfi 12 tənliklər sistemindən x üstə gəl y soruşur. Kimin fikri var bildirsin. İkisini də mənfi 6 eləsə, biri müsbət 6, biri mənfi 6. Toplama üsulu ilə eləyəcəksən. Niyə elə düşünün? Aha, olar. Doğrudur fikrin. Toplama üsulunu həll edib x, y ayrı tapıb sonra toplaya bilərik. Başqa kimin fikri var? Müəllim, mənfi 1-ə vurmaq olmaz. Birinci kəsim mənfi 1-ə vuraq. Mənfiyə vursaq toplayanda əks deyil axı, onlar 0 eləməyəcək hansısa dəyişən. Yox, müəllim, ikinci 0 eləyəcək daha da. Yox, biri x-dir, biri y. X-ların əmsalları fərqlidir, y-lərin əmsalları fərqlidir. Müəllim, bəs əvəz etmə üsulu? Olar, əvəz etmə üsulu, toplama üsulu hər ikisi olar. Amma başqa bir asan yol da var da, başqa bir burada nəsə görürəm. Kimin fikri varsa başqa, yəni əvəz etmə ilə toplamadan başqa kiminsə fikri varsa desin. Bizdən x üstə gəl y soruşur. Siz deyirsiniz ki, x, y tapaq, ayrıca toplayaq. Gəlin elə bunları birbaşa tərəf-tərəfə toplayaq, görək nə olacaq. Əvvəli mən do deyəcəkdim. Eləyəcək 5x plus 5y bərabərdir mənfi 14. Sonra hər tərəfi 5-ə bölsək, x plus y qala bilərik. X üstə gəl y bərabərdir mənfi 2,8 tapmış olar. Başa düşdü? Yəni bu daha rahatdır da. Bir də biz o həll edib x, y ayrı tapmayaq. Yəni tənlik sistemə baxanda dərhal onu həll eləməyə çalışmayın. Biraz düşünün, fikirləşin ki, bunu mən səmərəli yolla nəsə eləyə bilərəmmi? Eləyə bilmirsənsə, onda başda toplama üsulu falan tətbiq elə. Sonra keçdik 9-cu suala. Modulda 2x üstə gəl 3. Üstə gəl modulda 6x plus 9. Bərabər 24 tənliyinin köklərinin cəmini soruşur. Gərək mən bunun köklərini tapam ki, toplayam da. Bəs burada necə eləyək? Yəni, x-a da bir qiymət verməyib ki, mən moduldan çıxardam da bunu. Qiymət versəydi, qiymətləndirərdim, müsbət olsaydı özünü çıxardardım, mənfi olsaydı əksini çıxardardım. Amma qiymətləndirməyib. Nə də bir dənə modul deyil ki, bir dəfə müsbət 24-də, bir dəfə mənfi 24-də bərabər eləyəm. Bəs burada nə ağlınıza gəlir? Birinci moduldan ikinci modula bir dənə diqqətlə fikir versəz, nəsə bir məntiq var burada da. Müəllim, birinci kəsri 3-ə vuranda birinci modulu, ikinci modula vuranda üçüncü modul eləyir. Yox, birinci modulu 3-ə vurub. Birinci modulu 3-ə vuranda ikinci modulun cavabı eləyir. Bəli. Ayşə, Naciman, Ayşə siz dediniz.
Aydan sən dediyi başa düşən mənim. Birinci ilə ikincini vuranda üçüncü eləyir. Mənim birinci modulu Hə. 3-ə vuranda üçüncü modulu Aysa, eləyir. hə, düzdür. Sözün də fikri doğrudur. 6 x-ə görə 9 eləyir də. Aha. Onda belə eləyək də. Birinci modul olduğu kimi yazaq. İkinci moduldan 3-ü ortaq vuruq çıxarsam, modulun içərisində 2x üstəgəl 2 3 qalacaq. görə Yəni 3-ü ortaq vuruq kimi çıxartdım lap modulun xaricinə. Çünki 3 müsbət. Uşaqlar, məsələn, bax 2x-in üstünə 3x gələndə eləyir 5x. Biz bunu keçmiş. Bu da həmən şeydir. Elə bir dənə modulda 2x üstəgəl 3, üstəgələ 3 dənə modul 2x üstəgəl 3. Onda bu eləyir 4 modulda 2x üstəgəl 3. 2 Bərabərdir 24. Hər tərəfi 4-ə bölürəm. Modulda 2x üstəgəl 3 bərabərdir 6. Artıq bildiyimiz modul tənliyə gəldi. Yəni 2x üstəgəl 3 6-ya bərabər olsa moduldan 6 çıxar. 2x üstəgəl 3 mənfi 6 deyiləsə moduldan 6 çıxar. Hər iki tənliyi həll edirəm. 2x bərabər 6-dan 3 çıxıram 3. X bərabər 1/5. Burada da 2x bərabərdir. Mənfi 6-dan 3-ü sayı çıxılsın 3 mənfi 9. X bərabərdir mənfi 4/5. Hər iki kökü tapdım. 1/5 mənfi 4/5 və bizdən soruşulurdu. Köklərinin cəmini tapın. 1/5 üstəgəl mənfi 4/5 müxtəlif işarəlidir. Modulca böyüdən kiçik çıxıram. Modulca böyüyün işarəsi mənfi 3 olacaq cavab. Doğru cavab D. Sonra keçdik sual nömrə 10-a. İfadəsini sadələşdirin. Gəlin sadələşdirək də görək necə sadələşdirir. Mənim burada əsaslar qalacaq, üstlər toplanacaq. Yox, birinci qüvvətin qüvvəti var axı. Gəl qüvvətin Hə, qüvvəti. qüvvət. Birinci Mənim 9-cu qüvvəti əsas olduğu üçün qalıb 4-də 1-i vuracaq 3-ə. Aha. Yoxsa Bəli, olar. sonra da üstləri toplayacaq sürətdə amma. Aha, olar. Məxrəci də eyni qayda. Sürət deyirdim. Xədicə, sən də elə deyirdin. Bəli, sürəti. Aysa, sürəti də məxrəci də elə dediyiniz kimi eləyirəm. Deməli, birinci vururam A üstü 3-ü 4-də 1-ə vururam, olur 4-də 3. Vurulsun A üstü mənfi 6-da 1. Sürəti yazdım. Məxrəc də A üstü 3-də 1 vurulsun. A üstü mənfi 8-də 3. Çünki 8-də 1-i mənfi 3-ə vuranda mənfi 3 sürətə vurulur. Sürətə vurur. Və əsaslar eyni olduğuna görə sürətdə əsas olduğu kimi qalacaq. 4-də 3 ilə mənfi 6-da 1 toplanacaq. Məxrəcdə də 3-də 1 ilə mənfi 8-də 3 toplanacaq. Bərabər. 4-də 3 ilə, bu 4-də 3 ilə 6-da, mənfi 6-da 1 ayrıca yazıram, burada hesablayıram. 12-dir də ortaq məxrəc. Bunu 3-ə vuracam sürət və məxrəci, bunun 2-yə. Olacaq 12-də 9, üstəgəl mənfi 12-də 2. Bu deyəcək 12-də 7. Böyüdən kiçik çıxırdı. Sürət oldu A üstü 12-də 7. Məxrəc isə 3-də 1 üstəgəl mənfi 8-də 3 bərabərdir. Ortaq məxrəc 24-dür. 24-də 8 üstəgəl mənfi 24-də 3-ə vururam 9. Bu deyəcək mənfi 24-də 1. Məxrəc oldu A üstü mənfi 24-də 1. Və biz demişdik ki, məxrəcdə üstü mənfi olan qalxır surətə üstü müsbət kimi. Olacaq A üstü 12-də 7 vurulsun A üstü 24-də 1. Bu da bərabərdir. A üstü 12-də 7 də necə olur? 24-də 14. 2-yə vurdum. Üstəgəl 24-də 1. Toplanır da üstlər. Bu da olur A üstü 24-də 15. 24-də 15 də 3-ə ixtisar gedir. A üstündə 8-də 5. 8-də 5. Doğru cavab B. B. Belə. Sonra keçirik 11-ə. Tərəfi 3 olan rombun diaqonallarının cəmi 8 olarsa, rombun sahəsini tapın deyir. Mənim rombun
bütün tərəflər bir-birinə bərabər idi, hə? Bəli. Müəllim, bir şey Hə. olmuyor. Sınavda bir düstur var idi. D1'in kvadratı gəlsin D2'in kvadratı bərabərdir 4AC-nin kvadratı. 4A. 4A-nın kvadratı. 4A kvadrat. Aha. Deyirsiniz ki, elə yazaq. Yaxşı, yazaq. Deməli, D1-in kvadratı üstəgəl D2-nin kvadratı bərabərdir 4A-nın kvadratı yazdım. Burada diagonalların cəmin verib, ha. Diagonalların kvadratlarının cəmin verməyib. Və tərəfi D1'in kvadratı gəlsin D2'in kvadratı bərabərdir 8. Xədicə, Tərəfi üstü. məsələyə bax, yazıb rombun diagonalları cəmi. Diagonallarının kvadratları cəmi yox. Cəmi 8'dir. Bəs düsturumuzda biz nə yazmışıq? D1-in kvadratı üstəgəl D2-nin kvadratı. Kvadratları cəmi yazmışıq. Biz rombun diagonalları cəmi verib məsələdə. Özdə bizdən nə soruşur? Rombun sahəsini soruşur. Şöyle gəlin sizə Mənim diagonallarla sahə arasında nə əlaqə var ki, o da diagonalları da veriblər. biz onu keçməmişik. Birinci gün keçəcəyik. Rombun sahəsi. Ümumiyyətlə, bax, yadınızda saxlayın. Əgər dördbucaqlının diagonalları perpendikulyardırsa, fərqi yoxdur. Hansı dördbucaqlı olur olsun. Diagonalları perpendikulyardırsa, o dördbucaqlının sahəsi diagonalların hasilinin yarısına bərabərdir. İndi mən D1 vurulsun D2'ni tapsam, 2'yə bölüb sahəni tapa bilərəm. Şöyle və burada verib ki, D1'in üstünə D2 gələndə 8 eləyib. Müxtəsər vurma düsturları keçmişdi. A üstəgəl B-ni verirdi 5, A B-ni verirdi 2, A kvadratı üstəgəl B kvadratını soruşurdu. İndi mən D1 kvadratı üstəgəl D2 kvadratında nə olsa burada, mən bunu D1 üstəgəl D2'nin mötərizə kvadratı yaza bilərəm. 2D1 2D1 vurulsun D2. Aysa, onda gəlin biz o ifadəyə 2D1 D2'ni əlavə eləyək. Sonra da çıxaq. Çıxaq. Bərabərdir 4A kvadrat. Bu şəkildə yazıram. Və bu bizə D1 üstəgəl D2'nin D2-nin mötərizə kvadratı. D2'nin mötərizə kvadratını verir. Çıxılsın 2D1 D2 bərabərdir 4A kvadrat. Artıq indi məsələyə baxsaq, məsələdə verib ki, tərəfi 3'dür. Diagonalların cəmi 8. Yəni D1'in üstünə D2 8'dir. Yuxarıda da yazmışam. Onda olacaq 8'in kvadratı çıxılsın 2D1 D2 bərabərdir 4A kvadratı. Yəni 4 vurulsun 3'ün kvadratı. 9. 64 çıxılsın 2D1 D2 bərabərdir 36. 3'ün kvadratı 9, 4'ün 36. Buradan 2D1 D2 bərabərdir. 64'dən 36 çıxıram. 8, 28. Onda D1 vurulsun D2 bərabərdir. Neçə olacaq? 14. Mənə də 14. D1 vurulsun D2 lazım idi ki, gətirin burada yerinə qoyum da. O da bərabərdir 14 bölü 2, 7. Deməli, bu rombun sahəsi 7. Bunu yadınızda saxlayın. Diagonalları perpendikulyar olan rombun ümumiyyətlə təkcə rombun yox ha. Diagonalları perpendikulyar olan dördbucaqlının sahəsi onun diagonalları hasilinin yarısına bərabərdir. Sonra keçirik 12-ci məsələyə keçəcək indi. İnşallah bircə dəqiqə gözləyin. Salam mənim, axşamın xeyir. Mən birazdan yazacağım sənə. Mən hal-hazırda dərsliyəm. Baxın uşaqlar, M1 üstü 4 vurulsun M2 üstü 3 bir hədlisinin qüvvəti 69'a bərabərdir. M1'in qüvvəti M2'nin qüvvətindən 5 dəfə böyük olarsa, M1 bir hədisinin qüvvətini tap. Gəlin sizə belə bir şey göstərim. Məsələn, 6x kvadratı y kubu bir hədlidir da bu. Düzdür. Bunun dərəcəsi neçədir? Dərəcəsi.
5. 5. 5. Dərəcəsi Beş. 5-dir, düzdür? Yəni bir hədlinin dərəcəsini tapanda nə edirdi uşaqlar? Bir hədin qüvvətlərini Ay, topluyordu. sağ ol. Top qüvvətlərini topluyordu. Dəyişənlərin qüvvət üslərini topluyurduq. Bu bizə bir hədlinin dərəcəsini verirdi, düzdürmü? Bəli. Aha. İndi 6x kvadratı y kubunun kvadratını tapaq bir dənə. 36x üstü 4 y üstü 6. Bunun dərəcəsi neçə elədi? 10. 10. 10. 5 dəfə. Yox. Bax. 2 dəfə artdı. Asıl birincinin dərəcəsi 5 idi. Bunun dərəcəsi oldu 10. Deməli dərəcəsi neçədirsə o qüvvətə yüksəldikcə o qədər artır. İndi O qədər artdı. yəni elə bir kvadratı olanda 2 dəfə artır dərəcə. Kubu olanda 3 dəfə artır. İndi M1 çoxədlisinin dərəcəsinə mən x desəm, M2-nin dərəcəsinə y desəm, indi M1 üstü 4-ün dərəcəsi nə olacaq? M1 üstü 4-ün dərəcəsi nə olacaq? 20. 4x. 4 dənə. Niyə? Aha. Şimdi başa düşmədim. Mən. Aydan bax bu sağ tərəfdə mən izah elədim. 6x kvadrat y kubunun dərəcəsi neçə oldu? Onu başa düşdüm. 5. 5. 6x kvadrat y kubu mötərizənin kvadratının dərəcəsi neçə oldu? 10. Yəni kvadrata yüksəltdim, dərəcəsi elə bir 2-yə vurmuş oldum da. İndi bu M1 çoxhədlisinin dərəcəsinə mən x desəm, M1-in, bax M1-in dərəcəsi x olsa, M1 üstü 4-ün dərəcəsi nə olmuş olacaq? 4'ün 4'ü. 4x olacaq da. Necə ki, bayaqkində 6x kvadrat y kubunda 5 idi. Kvadrata yüksəltdim, dərəcə 10 oldu. 2-yə vuruldu. Bunun da dərəcəsi 4x olacaq. Düzdür? Deməli, M1-in üstü 4-ün dərəcəsi 4x olacaq. M2-nin də dərəcəsini y desəm, M2 kubunun dərəcəsi, bir hədlinin dərəcəsi 3y olacaq. Bu yəqin ki, aydın oldu sizə. Və bir hədlinin qüvvətini tapanda üstlərini toplayırdıq axı hərflərin. Birinin dərəcəsi 4x, biri 3x. Onda bir hədlinin dərəcəsi olur 4x, üstəgəl 3y. Yəni üstlər toplanır, bunlar toplanır da dərəcəni tapan. Və yazıb ki, bu, yəni M1-i M2-yə vuranda qüvvət 69 eləyib. Yəni onları toplayanda 69 eləyəcək. 69. Çünki vuranda onlar yəni hasildə bir hədli olurlar. M1 bir hədlidir, M2 bir hədlidir. Onların hasili də bir hədlidir. Və M1-in üstü 4x-dir, o birisinin üstü 3y-dirsə, hasili olacaq 4x üstəgəl 3y da dərəcələri. Bunu yazdıq belə. Bir də aşağıda nə yazıb? M1 bir hədlisinin qüvvəti M2 bir hədlisinin qüvvətindən 5 dəfə böyük. Mən M1-ə x demişdim, M2-yə y. M1 M2-dən 5 dəfə böyükdür. Yəni x y-dən 5 dəfə böyükdür. Onda y-i 5-ə vururam, x-la bərabərləşir. İndi x 5y-i aparıb yuxarıda yerinə qoysam, olacaq 4 vurulsun 5y. Üstəgəl 3y bərabərdir 69. 20, 23y bərabərdir 69. Y bərabərdir 3. Y-i tapdım 3. X də bərabərdir 5y-dir. Y-i 3 tapmışam. 5 dəfə 3-ün 15. 15. Məndən də M1 bir hədisinin qüvvətini tapın deyirdi. M1-in qüvvəti olacaq 15. Yox, əgər M1 üstü 4-ün qüvvətini soruşsaydı, onda 15-i 4-ə vuracaqdım. Qüvvət olacaqdı 60. Başa düşdünüz? 12-ci sualda belə. Bəli, mən. Hə, sonra keçirik 13-cü suala. Aha, bu da aydın oldu. Mənim bu sual çox maraqlıdır. Hansı? 13-cü sual. Ata-oğul yaşları. Hə. Hə, gərək indi onu necə yazırıq? Cədəqə gözləyin şu an.
Hə, bircə dəqiqə gözdən aşağı. On üç. 13. Nə deyir 13-də? Oğlun yaşı atasının yaşının 40%-nə bərabərdir. Əgər oğul 5 il sonra doğulsaydı, oğlun yaşı atasının yaşının 30%-nə bərabər olardı. Oğlun neçə yaşı var? Gəlin şərtləşək ata və oğlun yaşının. Ata, oğul. Atanın x yaşı olsun. Deyir, oğulun yaşı atanın yaşının 40%-dir. Onda oğulun yaşı x-in 40%-i, yəni 0,4. 0,4 x. 0,4. Deyir, əgər oğul 5 il sonra doğulsaydı. Uşaqlar, oğul 5 il sonra doğulsaydı, onun yaşı indiki yaşından çox olardı, az olardı. İndiki yaşından az. Az olardı. 5 il sonra doğulsaydı az olardı. Yəni indi Az olardı. 5 il sonra doğulsaydı, oğlun indi yaşı nə qədər olardı? 0,4 x 0,4 x çıxılsın 5. Çünki bu kiçilir də. Deyir, oğul 5 il sonra doğulsaydı, oğlun yaşı atasının yaşının 30% olardı. Atanın yaşı nə qədərdir? X-dir. Yəni bu 0,4 x çıx 5, atanın yaşının 30% olardı. Yəni hansı hissəsi olardı? 10 da 3 hissəsi. Bərabərdir 10 da 3-ə. Çarpaz vursaq 3x bərabərdir. Onu vursaq 4x çıxılsın 50. Mənfi x bərabərdir mənfi 50. 4x-i keçdim sola da. X bərabərdir 50. X bərabərdir 50. Demək atanın 50 yaşı var. Oğlun yaşı da atanın yaşının 40%-dir. Yəni 50 vurulsun 40, bölünsün 100. İxtisar getdi 5 dəfə 4 20 yaş qalmış olacaq. Başa düşdük bunu? Bəli. Doğru cavab A. Sonra keçirik 14-ə. Məxrəci 35 olan düzgün kəsirlərdən sonlu onluq kəsirlərin cəmi m və ixtisar olunmayan kəsirlərin sayı isə n olarsa m-in hasilini tap. Uşaqlar. Sonlu onluq kəsirlər hansı kəsirlər idi? Kim deyər? Hansı kəsirlər? Yəni adi kəsir onluq kəsirə çevirəndə sürəti məxrəcə bölürük. Nə zaman kəsir sonlu olur? Dövr alınmırsa, hər hansısa bir ədəd və yaxud da ədədlər qrupu sonsuz sayı təkrarlanmırsa, bu sonlu onluq kəsirdir də. Bilirəm onu. Hansı zaman 2 məxrəcdə 2 və 5 vuruqlarla başqa vuruq olanda olur. Vuruqlarında 2 və 5 iştirak edərsə, 2 və 5 iştirak edərsə son. Aysa 2 və 5-dən başqa vuruq varsa məxrəcdə o kəsir sonsuz olacaq. Düzdür? Yəni dövrə eləyəcək də. İndi məxrəc 35-dir tutaq ki, kəsirimizin məxrəci 35-dir. İndi 7 vurulsun 5. 35 7 vurulsun 5-dir. Mən bu surəti elə də yazmalıyam ki, 7 ixtisara getsin, məxrəcdə 5 qalsın ki, o kəsir ixtisar olunan olsun. Onda mən surətə neçə yaza bilərəm? Ya 7 yaza bilərəm, 14 yaza bilərəm, 21 yaza bilərəm, 28 yaza bilərəm. Bunlar 7 ilə ixtisara gedər. Məxrəcdə 5 qalar və kəsirimizin məxrəci 5 olduğuna görə onlar sonlu. Onlar sonlu kəsir. Nə deyirdi? Məxrəci 35 olan düzgün kəsirlərdən sonlu onluq kəsirlərin cəmi m-dir. Gəlin bunları toplayaq. Neçə ilə toplayanda? 7-nin üstünə 14, 21, 21-in üstünə 21, 42, 42 üstünə 28, 70. Deməli, m bərabərdir 35-də 70. O da neçə edir? 2. M-i tapdıq. Sonra deyir, ixtisar olunmayan kəsirlərin sayı isə n-dir. Şöyle ixtisar olunmaması üçün kəsirin sürət və məxrəci necə olmalıdır? Qarşılığı sadə. Bəli. Qarşılığı sadə. Özəki düzgün olmalı. Deyir, düzgün kəsir də. Yəni
düzgün kəsirlər 35-də birdən başlayacaq, 35-də 34-ə kimi davam 35-də eləyəcək. İndi bunlardan hansılar ixtisar olunur, hansılar ixtisar olunmur? Biz onu necə tapırdıq? Sadə qruplarını ayırırdıq. Bəli, yəni ixtisar olunmaması üçün kəsirin, məxrəci 35 olan kəsirin ixtisar olmaması üçün sürət və məxrəc nə olmalıdır? Qarşılıqlı sadə. İndi biz 35-dən kiçik, 35 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmalıyıq. O necə tapırdıq? 35-ə ayırırdıq sadə vuruqlara. 5-ə bölünür 7, 7 də 7-yə bölünür, düşür 1. İndi 35-dən kiçik 35 ilə qarşılıqlı sadə olan ədədləri belə tapırdıq. 35 bölsün 1 çıxılsın 5-də 1. 1 çıxılsın 5-də 1. 1 vurulsun 1 çıxılsın 7-də 1. Yaxşı. Samalyot səsi kimdən gəlir? 35 vurulsun, 5-də 4 vurulsun, 7-də 6. Yəni 1-in əvəzinə 5-də 5 yazıram. Burada da 7-də 7 yazıram. Çıxıram, nəticə alın. Və məxrəclər 5 vur 7, 35. 35 ilə 35 gedir, 4 də 6, 24. Deməli, 35-dən kiçik, 35 ilə qarşılıqlı sadə olan 24 dənə 24 ədəd var. Yəni, məxrəci 35 olan düzgün kəsirlərdən 24 dənəsi 35 ilə ixtisara getmir. Və görürsünüz, yazıb ki, ixtisar olunmayan kəsirlərin sayı soruşur. Yuxarıda sonlu kəsirlərin cəmi soruşurdu. Ona görə mən o kəsirlərin hər birini ayrı-ayrı tapdım, topladım. Aşağıda say soruşduğuna görə mənə lazım deyil o hansı kəsirdir. Mənə lazımdır ki, neçəsi ixtisar olunmur? 24-dür. N demişdim buna və n vur n-i soruşur. Bəli, n-i 2 tapmışdım. N-i 24, 48. Bu da E bənd. Sonra keçirik 15. Bərabərsizlik. Bərabərsizliyin ən böyük tam həllini tapın. Neynəyək uşaqlar, necə eləyək bunu? Sağdakını gəlin keçirdək sola, məxrəclər eynidir. Də bir kəsirdə yaza biləcək onu. Rasional bərabərsizlik kimi sonra intervallar üçün həll edərik. X kvadratı üstə eqal 2. Sağdakını sola keçirdəndə çıxma olacaq da. Onda çıxılsın 2x üstə eqal 3 olacaq. Bir kəsirdə yazın da, çünki məxrəclər eynidir. Yəni bu 2x üstə eqal 3-ü sola keçirdəndə işarələrini dəyişdim. Məxrəci olduğu kimi saxlayırıq. Surətdə 5x-dən 2x çıxanda 3x çıxılsın. Mənfi 4-ün üstə 3, 1. Kiçikdir 0. Uşaqlar, məxrəcə baxın. X kvadratı üstə eqal 2 ifadəsi mənfi ola bilər? Xeyr. Onda surət mənfi olmalıdır ki, bərabərsizlik 0-dan kiçik eləsin də. 3x çıxıb 1 kiçikdir 0. 3x kiçikdir 1-dən, x kiçikdir 1 böl 3-dən. Hər tərəfi 3-ə böldüm. 3-də 1-dən kiçik. Deyir, bərabərsizliyin ən böyük tam əldir. İndi 3-də 1-dən kiçik olan ən böyük ədəd neçədir? 0. 0. Doğru cavab olur hansı? E. Başa düşdünüz? Bəli. 16. 16-92-də müəllim eyni adlıdırsa bərabərdir. Ay, sağ ol, Nacimən, düz deyirsən. Müxtəlif adlı olanda cəmi 180. Bəli, eyni adlı olanda onlar bir-birinə bərabər, ona görə cavab 180. Ona baxmırıq, keçdi 17-yə. 0 kiçikdir 2 kiçikdir 1. Şərt veriblər ki, x 0 ilə 1 arasında yerləşir. Yəni 0-dan çoxdur 1. 0.5. Məsələn 0.5, 0.6, 3x kvadratı çıxılsın 4. Çıxılsın 5x üstə eqal 6 bərabər mənfi 4 verib. X-i niyə şərt verib? Şərt verib ki, aşağıdakı ifadələri moduldan çıxaraq deyə şərt verib də. X 0 ilə 1 arasındadırsa 3-ü mən x kvadratına vursam, uşaqlar 0 ilə 1 arasında bir dənə ədəd götürürəm. Məsələn 0.6. Kvadratı edir 0.136. Onu bir 3-ə də vursam 18. Bir yadda 3 dəfə üst 9 10. Bir yadda 1. 108. 1 tam %8. Bir tam %8.
İndi burada x kvadratıdır axı. Çünki onluq kəsirin 0 ilə 1 arasında yerləşən ədədlərin qüvvətə yüksəldəndə nəticə daha da kiçilir. Hələ 0,6 dedim, 0,36. Fikir verdirsə 3'ü vurdum 0,36'ya, belə də 1,8. Deməli 3'ü, yəni ədədi 0 ilə 1 arasında olan ədədlərə vurduqda nəticə kiçilir. Yəni o 4-dən böyük ola bilməz. 3x kvadratı 4-dən böyük ola bilməz. Bildiniz də niyə? Çünki kiçilir o. Yəni birinci modulun içərisindəki ifadə müsbətdir, mənfidir. Birinci modulun içərisindəki ifadəmiz müsbət eləyəcək, mənfi eləyəcək. Müsbət. Necə müsbət eləyəcək? Deyirəm ki, Mənfi eləyəcək. Axı o 3'ə vurduqda ədəd kiçiləcək axı. 3x kvadratı çıxılsın 4 yazmışıq. X 0 ilə 1 arasında yerləşir. 0 ilə 1 arasında Mənfi eləyəcək. 0 ilə 1 arasında ədədi bir qüvvətə yüksəldəndə daha da kiçilir. Və onu 3'ə vuranda 4'ü keçə bilməz. 3'ü 1-dən kiçik ədədə vuranda 4'ü keçə bilməz. Ona görə birinci modul mənfidir. Ondan əksi çıxacaq. Yəni 4 çıxılsın 3x kvadratı çıxacaq. Keçdik ikinci modula. X necə ədəddir? Müsbətdir də. 0 ilə 1 arasında yerləşir, amma müsbətdir. İndi 5'i mən hansısa müsbət ədədə vurub üstünə də 6 gəlsəm yenə müsbət eləyəcək. Düzdür? Özü çıxacaq. Və qarşıda mənfi olduğuna görə işarələri dəyişəcək. Çıx 5x, çıx 6 olacaq. Bərabərdir mənfi 4. Mənfi 3x kvadratı çıxılsın 5x. Bu 4'dən 6'nı çıxanda nə qalacaq? Mənfi 2 qalacaq. Bərabərdir mənfi 4. Düzdürmü? Sonra mənfi 3x kvadratı çıxılsın 5x. 4'ü də keçirdirəm sola. Çıxılsın 2, üstə gəl 4 bərabər 0. Mənfi 3x kvadratı çıxılsın 5x. Üstə gəl 2 bərabər 0. Baş əmsal mənfi olanda bütün ədədlərin işarəsini eyni vaxtda dəyişə bilirdik də. 3x kvadratı üstə gəl 5x çıx 2 bərabər 0 yazırıq. Çevrilmiş kvadrat tənli olmadığına görə diskriminantla əldə edəcəyik. Diskriminant bərabərdir 25 çıxılsın 4 dəfə 3'ün 12, 12'ni mənfi 2'yə vuranda mənfi 24, üstə gəl 24 olacaq 49. Diskriminantı tapdım. Sonrasını da uşaqlar həll edib kökünü tapa bilərsiniz də. Orasını mən niyə deyim ki, siz x1 x2'ni diskriminant üsulü ilə özünüz tapa bilərsiniz. Sonra keçirik 18-ci suala. 18'e keçərik uşaqlar. Bir dəqiqə gözləyin uşaqlar, bir saniyə. Yaxşı. 18. Verilmiş çevrədə AB və CD vətərləri perpendikulyardır. Aha. AB 20, BH 8 və CH böl HD 3 böl 8 olarsa AD-ni tapın. Gəlin şəkli çəkək, görək nə edə bilirik. BH 8'dir. H da buradır. BH-a yazıram. Bax, rəngini dəyişirəm. BH 8. Bir də AB-ni bütöv 20 vermişdi axı. Deyə burada verib AB 20'dir. Onda bura AH 12 qalacaq da. CH-in HD-yə nisbəti 3'ün 8'ədir. Bax, bu misalda verilib sol tərəfdə. Onda CH-a 3K, HD-yə 8K deyəcəm. 3K, 8K. Bizdən AD-ni soruşur. Sual işarəsi qoyuram AD-yə. Bunu tapmalıyım. Mən əgər K-nı tapsam, onda 8K-nı da tapmış olaram.
Sonra AD-ni Pifaqor teoremi ilə hipotenuzu tapa bilərəm. Bəs K-nı necə tapım? AB parçası nədir? Vətər. Bəli, AB vətərdir. CD də vətərdir, düzdür? AB-də Vətərlər. Bəli. Ayşə, gündə 10 dəfə həll elədiyimiz misaldır da. Vətərlərin içində. Ayşə, 3K vurulsun 8. Yox, 12 3K vurulsun 8K bərabərdir 12 vurulsun 8. Bərabərdir 12 vurulsun 8. 24K. 24K kvadratı. K-nı K-ya vuranda K kvadrat olur. Bərabərdir 96. K kvadratı bərabərdir 96 24-ə bölən 4. K bərabərdir 2. 4, 2. Onda 8K eləyir 16. Onda AD-ni Pifaqorla tapaq da AD-nin kvadratı bərabərdir 12-nin kvadratı üstə qalan 16-nın kvadratı. AD-nin kvadratı bərabərdir 216. 256. AD-nin kvadratı olur 400. 20. Bəli, 20. 20. Bizdən AD-ni soruşurdu. AD bərabərdir 20. Başa düşdük. Bu da 10, Bəli. 18. Yəni. Sonra keçirik 19-a. X və Y həqiqət ədədləri üçün kök altı x çıxılsın kök altı y2. X y 4 olarsa x plus y cəmini tapın. Həmişə həll elədiyimiz misaldan imtahana düşürük tez-tez. Kök altında x çıxılsın kök altında y bərabərdir 2. X y bərabər 4 olarsa x plus y cəmini tap. Necə eləyək? Hə uşaq? X və y-in kök altında x-lə kök altında y-lə nə əlaqəsi var? Kvadrat. Aysa. Gəl bax. Kvadratıdır. Kök altında x çıxılsın kök altında y-in hər iki tərəfin kvadrata yüksəldəcəm. Kvadrata yüksəlsən birincinin kvadratı eləyəcək x. X. Birinci çıxılsın birinci ikinciyə hasili 2 kök altında x y. Üstə gəl ikincinin kvadratı y bərabərdir 4. Başa düşdünüzsə birincinin kvadratı özü çıxır. Birincinin ikinciyə hasilini 2 misli vurdum. Bir kökün altına yazdım. İndi x y-də 4 verir. Bax, gətirib yerinə qoysam olacaq x çıxılsın 2 kök altında 4. Üstə gəl y bərabərdir 4. X çıxılsın 2, 4-dən də 2 çıxır. 2 vurulsun 2. Üstə gəl y bərabər 4. 2 dəfə 2 4 edir. Bu 4-ü keçirirəm sağa. Qalır x üstə gəl y bərabərdir 4 üstə gəl 4. X üstə gəl y bərabərdir 8. Başa düşdünüz necə elədik? Kvadrata yüksəltdi, veriləni və soruşulan alındı. Cavab oldu 8. 20. İfadəsinin ən böyük qiymətini tapın. Müəllim, mənfi birə biləcək də hər biri, yoxsa? Yox, niyə bölməyəcəyik mənfi birə? Ən böyük qiymətini soruşur. Bunun 9-cu sinifdə funksiyalar dərsində bu misalların rahat həlli var. Bu kvadratı funksiyanın qrafiki paraboladır. Parabola qollar aşağı yönələndə ən böyük qiymət alır. Qollar yuxarı yönələndə ən kiçik qiymət alır. Və parabolanın ən böyük, ən kiçik qiymətini tapmaq üçün n-i tapırdıq. N də nədir? N bərabərdir 4ac çıxılsın b kvadratı bölünsün 4a düsturu ilə tapılır. İndi gəlin tapaq. ABC-dəki eyni kvadrat tənlikdə olan ABC-lərdir. A baş əmsal, B ikinci əmsal, C sərbəst həddir. Onda olacaq 4 vurulsun A, yəni -1. C neçədir? 4. Çıxılsın B kvadratı. B -3-dür. -3-ün kvadratı. Bölünsün 4A. 4 vurulsun -1. Bərabərdir. -16 çıxılsın 9. Bölünsün -4. Bu da edir -25 bölünsün -4. O da olacaq. Mənfilər gedəcək. 25-i 4-ə böləndə 6,25 olmuş olacaq. Yəni bunun ən böyük qiyməti 6,25-dir. N ilə tapılır. Bunu yadda saxlayın düzdür. Sonra neçə gəlir? 21. Uşaqlar, kəsirin qiyməti nə vaxt 0 olur? Sürət 0 olanda. Bəli. Kəsin sürəti 0-dırsa onun cavabı 0-dır. Amma məxrəc 0-dırsa mənası
Mənası yox. Yox. Mənası yox. İndi bunun qiyməti 0-a bərabərsə, sürəti 0-a bərabər edəcəm. 3x kvadratı çıxılsın 7x üstə gəl 2 bərabərdir 0. Bu da Kvadrat təmizdir. kvadratdır. Uşaqlar, burada diqqət eləməli məqamlar var. Ola bilər ki, sürəti 0 eləyən məxrəci də 0 eləyər. Onu cavab kimi götürməyəcək. Çünki məxrəci 0 eləyəndə kəsirin mənası olmur axı. Ona görə biz kökləri tapıb məxrəcdəki ilə yerinə qoyub yoxlamalıyıq. Müəllim, niyyətlə tapmaq olmur axı. Neçə 1-dir, biri 7-dir. Viyetlə tapmayacaq ki biz bunu. Diskriminantla tapacaq. Diskriminantla. Viyetlə baş əmsal 1 olanda çevrilmiş kvadrat tənliyi olur. Onu viyetlə tapırıq. Bunu viyetlə tapmırıq. Diskriminant bərabərdir B-nin kvadratı. B mənfi A 3-dür. B mənfi 7-dir. Sərbəst ədəd 2-dir. B kvadratı. Mənfi 7-nin kvadratı çıxılsın. 4AC. 4 vurulsun. 3 vurulsun 2. 49 çıxılsın. 24. O da qalacaq 25. Diskriminantı tapdım. X1 bərabərdir. Mənfi B üstə gəl kök altında D. Bölünsün 2A-dır düsturumuz. B mənfi 5. Mənfi 7-dir. Mənfi B olacaq müsbət 7. Üstə gəl kök altında 25. Bölünsün 2A. 2 vur 3. O da olur. 7 üstə gəl böl 12 böl 6. 2. X2 olacaq. 7 çıx 5 bölünsün 6. O da eləcək 3-də 1. 6-da 2 eləyir. 2-yə xısa gedir. 3-də 1 qalır. Baxın kökləri tapdım. Bir kök 2-dir. Bir kök 3-də 1-dir. İndi gəlin yerinə qoyaq. 2-ni gətirib burada məxrəcdə yerinə qoysam. 2-nin kvadratı 4. 4-ü 9-a vurasam 36. 36-dan 1 çıxsam 35. Məxrəc 0 eləmədi ki. Xeyr. Deməli x1 ödədi. İndi 3-də 1-i qoyun ora. 3-də 1-in kvadratı 9-da 1. 9-da 1-i 9-a vuranda 1. 1-dən 1 çıxanda 0 eləyir. 0. Bəli. Deməli 3-də 1 bunun məxrəcini də 0 elədiyinə görə onu götürmürük. Doğru cavab olur 2. Bəli. Sonra keçdik 22-yə. Modulda 2x çıxılsın 12. Kiçik bərabərdir 6. Bərabərsizliyin həllər çoxluğuna götürülmüş x-lar üçün ifadəsinin qiymətini tapın. Şöyle gəlin görək bu bərabərsizliyin həllər çoxluğu nə eləyir? Modulu kiçikdir olanda onu 2 qat da yaza bilirdik də. Mənfi 6 kiçik bərabər 2x çıxılsın 12 kiçik bərabər 6. Hər tərəfə 12 əlavə eləyirəm. Mənfi 6 üstə gəl 12 kiçik bərabərdir 2x çıxılsın 12 üstə gəl 12 kiçik bərabərdir 6 üstə gəl 12. Hər tərəfə 12 əlavə elədim. Mənfi 6 üstə 12 elədim müsbət 6. Kiçik bərabərdir. 12-lər islah olundu 2x 18. Hər tərəfi də 2-yə böldüm. 3 kiçik bərabər x kiçik bərabər 9. Deməli x 3 ilə 9-un arasında yerləşir. 3 də ola bilər, 9 da ola bilər. Bunu yadda saxlayaq ki, x burada qeyd edirəm. Deməli 3 ilə 9-un arasında qiymət alır. İndi bu ifadənin qiymətini tapmaq tələb olunur. Bir dənə o suala baxın. X kvadratı çıxılsın 20x üstə gəl 100. Nəsə demir ki? X üstə gələ x kvadratının mötərizə kvadratı. Bəli, x çıxılsın onun mötərizə kvadratıdır. İkinci də ki mötərizə kvadratı. Və bunların da dərəcələri 2-dir də. Demişdik ki, tək dərəcədən kök altında A üstü tək olanda çıxırdı A. Cüt dərəcədən kök altında A üstü cüt olanda cütlər yerində moduldan çıxır. Bunların dərəcəsi cütdür. Birincidən modulda x çıxılsın 10 çıxacaq. O birindən modulda x çıxılsın 3 çıxacaq. Başa düşdük bunu? Bəli. İndi biz bilsək ki, müsbət də özünü çıxardacaq, mənfisə əksini çıxardacaq. Və yuxarıda görürsünüz, bayaq şərt qoyduq axı. X 3 ilə 9 arasındadır. Yəni 3 9-dan x 9-dan kiçikdir. 9-dan kiçik ədəddən indi bax burada yazmışam. X çıx 10. 9-dan kiçik ədəddən 10 çıxacamsa cavab mənfi eləyəcək müsbət. Mənfi eləyəcək. Onda bir moduldan bir moduldan müsbət çıxacaq. Moduldan müsbət çıxır da. X çıxılsın 10 mənfi olduğuna görə mənfinin də
əksi müsbətdir axı. Ona görə x çıxır 10-dan, əksi çıxır. 10 çıxır x. Çünki mənfi ədədin modulundan əksi çıxır. Mənfinin əksi müsbətdir də. Başa düşdün? Bəli. İkinci modulumuza keçək. Bax, x 3-dən böyükdür. 3-ə bərabər olsa, 3-dən 3 çıxsam 0 özü çıxır. Və qalan qiymətləri də 3-dən böyük olduğuna görə 3-dən böyük ədəddən 3 çıxanda müsbət edir. İkinci Müsbət moduldan edir. da özü çıxır. Hə, bu şəkildə. X-lar bir-birinin əksidir. İslah olundu. Neçə qaldı? 7. 7. Doğru cavab olmuş olacaq 7. Sonra 23. A çoxluğu 30-un natural bölənləri çoxluğu. B çoxluğu 30-dan kiçik sadə ədədlər çoxluğu olarsa, n A ilə B-nin fərqini tapın. 30-un natural bölənlərin gəlin yazaq da bura. 30 neçəyə bölünür? 1-ə, 2-yə, 3-ə, 5-ə, 6-ya, 15-ə, 30-a. 10. Qaldı, 10 qaldı. 10. 30-dan kiçik sadə ədədlər. Bu oldu hansı A çoxluğu oldu da bu. 30'un bölənləri A çoxluğu. B çoxluğu 30-dan kiçik sadə ədədlər. 30-dan kiçik sadə ədəd 2, 3, 5, 7, 11, 13, 17, 19, 23, 29. 30-dan kiçik sadə ədədlərdə B çoxluğunun elementləridir. Deyir A ilə B-nin fərqini tap. Yəni A-da olsun, B-də olmaz. 5. 1, sonra hansı var? 6, 10, 15, 30. 15, 35. 5'dən. 1, 2, 3, 4, 5. Başa düşdünüz onu. Bəli. Sonra 24. Düzbucaqlı trapesiya verilib burada. AB 12'dir, BC 6'dır. AD ilə CD bərabər olarsa trapesiyanın sahəsini tapın. Biz fiqurların sahəsi dərsini tam bitirmədik də. Biz üçbucağın sahəsini öyrənmişik, digərləri qalıb. Eyb yoxdur. Deyim bunu da dərs sesində daha yaxşı başa düşərsiniz. İnşallah trapesiyanın sahəsi oturacaqları cəminin yarısı ilə hündürlüyünün hasilinə bərabərdir. Yəni BC kiçik oturacaq, üstə gəl böyük oturacaq, bölünsün 2, vurulsun hündürlük. Trapesiyanın sahəsi belə tapılır. Bu trapesiyada AB-ni 12 cm verib. Yəni fərqi yoxdur. Trapesiya hansından olsun. Düzbucaqlıdır, bərabər yanlıdır, müxtəlif tərəflidir, fərqi yoxdur. BC 6 cm-dir. AD ilə də CD bərabərdir. Bu ikisi bərabərdir. Sahəni tap. Deməli, mən bunun hündürlüyünü bilirəm, 12-dir. Çünki yan tərəfdir. Həm də hündürlüyü sayılır da. Çünki oturacaqlara perpendikulyardır. Həm də hündürlüyü sayılır. Kiçik oturacağı da bilirəm. Əgər mən AD, böyük oturacağı da tapsam, sahəni tapa bilərəm. Necə eləyək? Gəlin C-dən bir hündürlüyü çəkək. Görək nə işimizə yarayacaq. CH hündürlüyünü çəkdim. Baxın uşaqlar, CD yan tərəfinə X deyirəm. Və AH-dakı 6 olacaq da, düzbucaqlı olduğuna görə qarşı tərəflər bərabər. Və AD parçası ilə CD parçası bir-birinə bərabər idi axı. Onda bütövlükdə AD də X-dir. Onda AH 6-dırsa HD olacaq X çıxı 6. Və AB 12-dirsə bu CH-dir. Hündürlükdə 12-dir də. Hündürlükləri bərabərdir. İndi mən Pifagorla X-i tapa bilərəm. Onda mənə X lazımdır da. 12-nin kvadratı üstə gəl. X 6-nın kvadratı bərabər X-in kvadratı. Və Pifagorla X-i tapacağım. X-i tapandan sonra X-in qiyməti ilə 6-nı toplayıb böləcəm 2-yə, vuracam 12-yə. Onu da özünüz eləyərsiniz. Yəni əsas odur, yolun başa düşün. 25.
25 üstü A üstə gəl 1 vurulsun 27 üstü B vurulsun 7 ədədinin natural bölənlərinin sayı 130 olarsa A üstə gəl B cəmini tapın. Uşaqlar, natural bölənlərin sayını necə tapırdıq? Kim bilər? Vuruqlarını ayırırdıq. Aha. Məsələn, 2-dən 1-ənsə üstünə 1 gəlirdik də. Sayın üstünə Sadə vuruqları ayırırdıq və sadə vuruqların üstünə 1 gəlib, sayının üstünə 1 gəlib, onları bir-birinə vururduq. Məsələn, bax, mən 36-nın natural bölənlərin sayını tapmaq istəyirəm ki, 36-nın neçə dənə natural böləni var. Onu ayırıram sadə vuruqlara. 2-yə bölünür 18, 2-yə bölünür 9, 3-ə bölünür 3, 3 də 3-ə 1. 2 dənə 2 var. Yəni sayının üstünə 1 gəlir. 2 üstə gəl. 3-dən də 2 dənə. Sayının üstünə 1 gəlirəm, sonra onları vururam bir-birinə. 36-nın 9 dənə böləni var. Yəni ədədin bölənlərinin sayını tapmaq üçün onu sadə vuruqlara ayırmaq lazım. Amma 25 üstə A plus 1, 27, 7. Burada 25, 27 sadə deyil axı. Ona görə o sadə vuruq şəklində yazdım. 25 5-in kvadratıdır da. 27 3-ün kubudur. Əsaslar sadə olmalıdır. Vurulsun 7. Və qüvvətə yüksələn üstləri vurulur. Olur 5 üstü 2-ni vuranda 2A üstə gəl 2. 2 hər ikisinə vurulur da. Vurulsun 3 üstü 3B. Vurulsun 7 üstü 1. Məsələn 36 2 vur 2 vur 3 vur 3 şəklində yazılır. 2 vur 2 2 üstü 2-dir. 3 vur 3 3 üstü 2-dir. Yəni say üstünə yazılır da. Onda bax həmin ədədi biz sadə vuruqlara ayırdıqda burada göstərirəm. Bax bu yaşıl dairənin içərisində aldığımı görürsüz. 5-dən neçə dənədir? 2A üstə gəlsin. 2 dənə. 3-dən 3B dənə, 7-dən 1 dənə. Onda mən nə edəcəm? Saylarının üstünə 1 gəlir. Onlarsa 1 gəlir. 2A üstə gəl 2-nin üstünə 1 gələcəm. 3B-nin üstünə 1 gələcəm və 1-in üstünə 1 gələcəm. Deyir, burada da misalda verib ki, bölənlərin sayı 130-dur. Bərabərdir 130. 2A üstə gəl 2, üstə gəl 1 eləyir. 2A üstə gəl 3. Vurulsun o 1 eləyir 3B üstə gəl 1. Bu birisi axırıncı mötərizə 2 eləyir. Hər tərəfi 2-yə bölünən bərabər 65 qalır. Bunu yazdıq. Və axırda mötərizədə görün nə yazıb? A, B daxildir N-ə. Yəni A və B natural ədəddir. Və A və B naturaldırsa 2A üstə gəl 3 də naturaldır. 3B üstə gəl 1 də naturaldır. Niyə naturaldır bildiniz də? Naturaldır da hər ikisi. Çünki 2-ni naturala vurub üstünə 3 gəlsəm natural edir, 3-ü naturala vurub üstünə 1 gəlsəm natural edir. Düzdürmü? İndi hansı natural ədədləri vursaq 65 eləyər. 65-dən 1. Başqa? Başqa? 65. Axırı 15. Hə? 32.5. 32.5 naturaldır, Yusif. 13-dən 5-i. 13-dən 5, bəli. Deməli, ya 13 vur 5-dir, ya da ki 1 vur 65-dir. Uşaqlar, əgər mən 65-i 1 vur 65 yazsam, 1 vur 65 yazsam, indi fikir verin. Burada məsələ biraz maraqlıdır, ha. 2A üstə gəl 3-ü, 3B üstə gəl 1-ə vurmuşuq, 65 eləyib. Ya 2A üstə gəl 3 1-dir, ya 3B üstə gəl 1 65-dir. Ya bu 65-dir, ya bu 1-dir. Ya bu 13-dür, ya bu birisi 5-dir, ya da bu 5-dir, o birisi 13-dür. Burada 4 dənə şərt var. Amma bu şərtlərdən birincisi ödənmir. Əgər 2A üstə gəl 3, bax qıraqda yazıram. 2A üstə gəl 3 1-ə bərabər olsa, onda 2A bərabərdir. 3-ü sağa keçsə, mənfi 2 edir, A-nı tapıram, mənfi 1. Amma şərtdə verib ki, A natural ədəd. Deməli, 1.65 ödəmir. Onun üstündən xətt çəkdik. İndi ikinci bənddə də 3B üstə gəl 1-i
1'ə bərabər eləsəm. Bir de burada 1 yazmışam. 3b bərabər 0 olur. B olur 0. 0 da natural deyil axı. Ona görə ikinci şərt də ödənmədi. Üçüncü şərti yoxlayaq. 2a üstəgəl 3 bərabər 13. 2a bərabərdir 10, a bərabərdir 5. A natural elədi, ödədi. Görək 3b üstəgəl 1 də 5 olacaq. Bərabər 5. 3b bərabərdir 4, b bərabərdir 4 bölü 3. Natural olmadı. Deməli üçüncülərdə ödəmədi. Natural olmalı da hər ikisi. Şərt verib ki, natural olsun. Qaldı axırıncı. Gəlin axırıncını yoxlayaq. Deməli 2a üstəgəl 3-ə 5 deyəcəm. Buradan 2a bərabərdir. 5-dən 3 çıxacam. 2a bərabərdir 1. 3b üstəgəl 1 bərabərdir 13. 3b bərabərdir. 13-dən 1 çıxacam. 12, b bərabərdir 4. Bəli, a da natural elədi, b də natural elədi. Elə doğru cavab onda olur. A plus b cəmi olur. 1 üstəgəl 4 bərabərdir 5. Bununla da yekunlaşdı. Bəli.